Salam dostlar, bugünkü videomuzda dünyanın en gizli ve qadağan olunmuş yerlərindən bəhs edəcəyik. Bəzi bölgələr təbiətin özünün yaratdığı möcüzələrdir, bəziləri isə insanlar tərəfindən qorunan və yalnız müəyyən icazə ilə ziyarət edilən yerlərdir. Bu yerlərin bəziləri hələ də sirrini qoruyur və bir çoxları haqqında müxtəlif nəzəriyyələr var. Həmin yerləri və onların şübhəli tarixlərini araşdıraq. Pripyat, Ukrayna, Çernobılın unudulmaz xatirəsi. Pripyat 1986-cı ildə baş vermiş Çernobil nüvə fəlakətindən sonra tərk edilmiş bir şəhərdir. Bu şəhər indiyə qədər bir çox insanın ziyarət etdiyi, amma hələ də təhlükəli olan bir ərazidir. Pripyat hələ də yüksək səviyyədə radioaktivdir. Burada gəzinti yalnız xüsusi icazə ilə mümkündür və burada uzun müddət qaldığınız zaman ciddi sağlamlıq problemləri yarana bilər. Şəhər çox sürətlə tərk edildiyindən evlər, məktəblər, xəstəxanalar, hər şey olduğu kimi qalır. Həmçinin şəhərin yaxınlığında xüsusi ziyarətçilər üçün təşkil olunan turlar mövcuddur. Bermud üçbucağı. Bermud üçbucağı dünyanın ən çox mübahisə olunan və qorxulu ərazilərindən biridir. Burada çox sayda gəmi və təyyarə gizli şəkildə yox olub. Bu da buradakı sirli hadisələrə səbəb olub. Bermud üçbucağında baş verən hadisələrin əsas səbəbləri hələ də tam izah olunmayıb. Bəzi insanlar burada qeyri-adi təbii fenomenlərin meydana gəldiyini və bu hadisələrin dünya xaricindən gələn təbiət qüvvələri ilə əlaqəli olduğunu düşünür. Bu bölgənin yeraltı enerji sahələri, UFO-ların mövcudluğu və hətta zaman və məkanın təhrif olunması ilə bağlı nəzəriyyələr var. Area 51, Amerika Birləşmiş Ştatlarının Nevada ştatında yerləşən bir hərbi bazadır. Bu bölgə UNO və xarici həyat mövzusu ilə əlaqələndirilir və uzun illər boyu bu barədə bir çox nəzəriyyələr ortaya çıxıb. Area 51 sırf hərbi və təhlükəsizlik səbəbləri ilə tamamilə qadağandır. İctimaiyyətə açıq olmaması burada nələrin baş verdiyinə dair çox sayda təxəyyül və fərziyyələrə səbəb olub. Bir çox iddia var ki, burada həqiqətən də UFO-ların qalıqları saxlanılır və xarici həyatla əlaqəli tapıntılar var. Lakin bu məlumatlar heç vaxt rəsmi olaraq təsdiqlənməyib. Hashima adası, Yaponiyada yerləşən və Battleship Island adı ilə tanınan kömür mədənləri ilə məşhur olan bir adadır. Adada vaxtilə minlərlə insan yaşayırdı, amma sonradan mədənlərin bağlanması ilə bu ada tərk edilib. Adada həyatın tamamilə sona çatmasından sonra adaya səfər etmək çox çətindir. Bugün Hashima adası təbii və insan əli ilə yaradılmış, tərk edilmiş strukturların qorunub saxlanması ilə məşhurdur. Bu adada heç bir turizm fəaliyyəti yoxdur və adaya yalnız xüsusi icazə ilə gedilə bilər. Svalbard. Svalbard dünyanın ən böyük toxum sığınacağına ev sahibliyi edir. Bu yerdə müxtəlif bitkilərin toxumları saxlanılır ki, gələcəkdə hər hansı bir qlobal qida böhranı və ya təbii fəlakət zamanı dünya əhalisi üçün bu toxumlar istifadə oluna bilsin. Burada yalnız xüsusi icazəyə sahib insanlar və alimlər gələ bilər. Yerin dərinliyində yerləşən bu toxum sığınacağı gələcəkdə bəşəriyyəti qlobal fəlakətlərdən qorumaq məqsədini güdür. Vatikanın gizli arxivləri. Vatikanın gizli arxivləri dünya tarixinin ən böyük və ən gizli arxivlərindən biridir. Burada xristianlıq tarixi ilə bağlı minlərlə sənəd və yazılı materiallar saxlanılır. Vatikanın arxivlərinə yalnız xüsusi icazə ilə daxil olmaq mümkündür və orada saxlanılan sənədlərin çoxu hələ də qeyri-şəffafdır. Bir çox insanlar burada bəşəriyyətin qədim sirlərinin və əhəmiyyətli məlumatlarının saxlanıldığına inanır. Bu yerlər yalnız təbiətin və insanın yaratdığı, həm də müxtəlif səbəblərdən gizli saxlanılan bölgələrdir. Onlar bizim dünyamıza fərqli bir baxış bucağı qazandırır. Həmin yerlərin çoxu hələ də sirrini qoruyur, bəziləri isə heç vaxt açıqlanmayacaq. Bu yerlərə dair daha çox məlumat öyrənmək çox maraqlıdır, amma bəzi yerlər var ki, biz onlara heç vaxt gedə bilməyəcəyik. Ümid edirəm bu video sizə maraqlı oldu və dünyadakı gizli yerlər haqqında yeni bilgilər qazandınız. Hansı yer sizin ən çox marağınızı çəkdi? Şərhlərdə mənə bildirin və videolarda daha çox belə maraqlı mövzulara toxunmağımızı istəyirsinizsə, kanalı izləməyi unutmayın. Görüşənədək. Dikkat! Danışır Baki.